Salam qızlar, sizin için Mart ayına baxıram 2026-cı ilə. Gerək bizim qızlarımızı Mart ayında nələr gözləyəcək, siz nələrə diqqət etməlisiniz. Mart ayının enerjisinə bir kart, dekadalarımız, iş axtaranlar üçün bir kart, sevgi gözləyənlər üçün, problemləri olanlar üçün və məsləhət kartı. Burada Mart ayının enerjisinə tuz meçəyi düşür qızlar. Təzə şad xəbər alırsınız və bu xəbərə əsasən hərəkət edəcəksiniz. Burada derdim ki 2 kart pula işarədir. Ola bilsin ki pul ilə bağlı xəbər alacaqsınız. Şad xəbər. Ya maaşınız artırılacaq, ya ola bilsin mükafat alacaqsınız. Hər nədirsə müsbət kartdır. Və burada 9-cu pentakli, bəli, ruzi bərəkətiniz get-gedə artır. İndiyə qədər bəlkə də əziyyət çəkmişsiniz, Mart ayında bəhrəsini görürsünüz və özünüzdən razısınız. İstədiyiniz o nöqtəyə gəlib çata bilirsiniz. Və burada Mart ayının ortasına da yenə pul kartı düşür, 6-cı pentakli. Qıraqdan, ətrafda sizi tanıyanlar sizin ruzinizdə, bərəkətinizdə gözləri var. Siz nə qədər qazanırsınız, qıraqdan izləyirlər və borc istəyənlər olacaq. Çalışın bu kart ilə borc verməyin. Çünki bunlar sizin pul balansınızı, pul enerjinizi hətta oğurlaya bilərlər. Ona görə bu kart ilə borc vermək olmaz. Belə dərdim hətta. Və Koroleva Meçey Martın sonuna. Düşmənlərinizi yerində oturmağı bacarırsınız. Siz güclüsünüz. Sizdən çəkinəcəklər. Hətta yaxınlaşa bilmirlər. Yəni sizin bu zəhminizə görə, sizin bu belə dərdim, yəni insanları tanıdığınıza görə da pis insanları. Ona görə belə də qalın, dərdim soyuqqanlı. Hər sözə baş qoşmayın. Həm də Meçə həmişə xəbərdir. Bəlkə də sizin irəli getməyinizi görüb kimsə sizə mane olmaq istəyəcək, amma siz dediyim kimi güclüsüz, onları yerində oturmağı bacarırsınız. Kimsə mane olmaq istəsə. Belə də qalın. İş axtaranlar üçün 6-cı kubki iş təklifi alacaqsınız. Sevgi gözləyənlər üçün Paj Jezlov, hisslərə işarə yoxdur. Problemləriniz necə olacaq? Nol kartı, duraq kartı. Problemlərinizi sıfıra yönəldəcəksiniz, sıfıra çatdıracaqsınız və dediyim kimi bu problemlər bağlandan sonra artıq elə qızlar olacaq ki, sıfırdan həyatını qurmaq istəyəcək, sıfırdan neysə başlamaq istəyəcəklər, problemsiz. Çox müsbət kartdır, həm də böyük arkandır. Məsləhət kimi yenə pul kartıdır, 7-ci pentakli. Burada da bəli qazancınız olacaq, ruzi bərəkət gəlir, amma çalışın xərcləməyə diqqət edin ki, pulu boş-boşuna xərcləməyəsiniz, boş-boşuna harasa bəlkə də borc istəyənlərə də verməyəsiniz. Buna diqqət edin, məsləhət kimi görürsünüzmü? Pula işarədir. Belə rasklad çıxdı sizin üçün qızlar. İnşallah uğurlu bir ay olar Mart ayı sizin üçün. Sağ olun.